Son zamanlar sosial şəbəkələrdə müxtəlif yaş qrupuna aid vətəndaşlar aprel çağırışı ilə əlaqədar olaraq mayın əvvəlində səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə dəvət olunduqları barədə SMS bildirişlər aldıqlarını yazırlar. Bu bildirişlərin xüsusilə 29-30 yaş civarındakı şəxslərə göndərilməsi bəzilərinin çaşqınlığına və narahatlığına səbəb olub. Maraqlıdır, yaşı 30-u keçən şəxslərə bildiriş gələ bilər. Turkustan məlumat verir ki, məsələ ilə bağlı çağırış xidmətinin ictimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin rəisi Pərviz Sədləddinov Mirs 24 azar qeyd edib ki, bildirişlərin göndərilməsi qanunvericilik çərçivəsində həyata keçirilir və burada həm çağırışa hazırlıq, həm də ehtiyatda olanların vəziyyətinin dəqiqləşdirilməsi məqsədi var. 30 yaşdan yuxarı olan şəxslərə də bildiriş göndərilir. 30 yaşdan yuxarı olan şəxslərə də bildiriş göndərilir. Bu SMS gəldikdə onlar sonuncu dəfə hərbi həkim komissiyasına dəvət olunurlar. Onların sağlamlıq durumu müəyyən edilir və ehtiyata yazılırlar. Çünki Allah eləməsin, hər hansı bir gərginlik baş verərsə bu şəxslərin hansı kateqoriyada olduğunu bilməliyik. Pərviz Sədləddinov qeyd edib ki, hərbi xidmətə çağırış üçün yaş məhdudiyyətləri ali və orta təhsilli şəxslərə görə fərqlidir. Ali təhsilli şəxslər üçün hərbi xidmətə çağırışın yuxarı yaş həddi 31 yaş, orta təhsilli şəxslər üçün isə bu hədd 31 yaş yarım təşkil edir. Bu baxımdan çağırış ayına qədər 30 yaşı tamam olmayan, ancaq yaxınlaşan şəxslər də hələlik hərbi xidmətə cəlb edilə bilər. Rəsminin sözlərinə görə bu proses həm də ölkənin müdafiə potensialının real vəziyyətini qiymətləndirmək üçündür. Yararsız da olsa bu şəxslər barədə məlumatların dəqiqləşdirilməsi vacibdir. Biz bilməliyik ki, ehtiyac yaranacağı təqdirdə kimlər döyüş qabiliyyətinə malikdir, kimlər isə deyil. Göndərilən SMS əsasən çağırışa cəlb olunacaq şəxslərin qeydiyyat vəziyyətinin dəqiqləşdirilməsi, sağlamlıq durumunun qiymətləndirilməsi və ehtiyata yazılması ilə bağlıdır.